məclisə iştirak edir. Diqqət! Emin müəllimə təşəkkürümü bildirirəm. Nizami müəllim, valideynlərimizə, Əkrəm də buradadır. Zahir müəllimə təşəkkürümü bildirirəm. Çox sağ olsunlar. Akif müəllimə təşəkkürümü bildirirəm. Akif müəllimə almışıq. Çox sağ olsunlar. Onlar biz bugünkü məclisimizdə iştirak edirlər. Onlara uzun ömür, can sağlığı arzuluyuram. Gün o gün olsun ki, ali məktəbə qəbul olasınız. Heç vaxtda bir-birimizi yaddan çıxartmayalım. Sağ olun uşaqlar. Hamımıza uzun ömür, can sağlığı. Sağ olun. Həyat yolunuzda müvəffəqiyyətlər arzulayıram. O cümlədən valideynlərə, talim komandirinə öz minnətdarlığımı bildirirəm. Çox sağ olun. Alqışlar, alqışlar, alqışlar. Təbrik üçün qusarma münasibət təbrik edirəm. Alqışlar, alqışlar. Uzun ömür can sağlığı, boyun olsun ali məktəb qusarmamız. Mənə... Əvvəlcə mən bildirmək istəyirəm ki, məndən böyük burada oturan qonaqlarımız, başda Zahir müəllim olmaqla bütün hamıya salamlayıram. Və demək istəyirəm ki, mən burada dəvət elədiklərə görə çox minnətdarlığımı bildirirəm. O gün olsun, takım yoldaşlarım ali məktəbdə bitirsin. Amin, amin, amin.
yoldaşlarımı, onları ürəkdən təbrik edirəm, onlara can sağlığı, uzun ömür arzulayıram, işlərində müvəqqətlər arzulayıram. Allah eləsin, bütün kursantlar Ali hərbi məktəbə qəbul olsun. Bütün bizi bu dərəcəyə gətirib çıxardan bizim valideynlərimizdir. Biz valideynlərimizin siması altında bu dərəcəyə gəlib çıxmışıq. Ona görə bütün valideynlərin Allah Taala canı sağ eləsin. Heç kimin valideynin başının üstündən əksik eləməsin. Amin. Alqışlayaq, alqışlayaq. Mən bütün kursant yoldaşlarıma can sağlığı, ailə həyatı qurmağı arzulayıram. Amin. Necə eləyim, neyniyim deməsinlər. Və bizim üçün əziyyət çəkən 3 il tağım komandirimizə ürəkdən kursant yoldaşlarım adından dərin minnətdarlığımızı bildiririk. Sağ olun, mənim deyəcəyim sözü bu qədər. Komandirimiz Zahir müəllim və əziz müəllim, valideynlər və qonaqlar, Nizam müəllim şəxsən qeyd edirik. Hamımıza can sağlığı, uzun ömür, müdam yoldaşlarıma isə ali hərbi məktəbə daxil olmağını arzu edirəm. Amin. O gün olsun ki, bir neçə il keçdikdən sonra, yəni 5 il, 10 il keçdikdən sonra yenə belə yığılaq və təntənə surətdə qeyd edək. Birbirimizi unutmayaq. Bəli, birbirimizi unutmayaq. Həmişə dost qalaq. Əvvəla mən bura gələn yoldaşlarımın valideynlərini təbrik edirəm bugünkü gün münasibəti ilə. Onlara uzun ömür can sağlığı arzu edirəm. O ki qaldı kursant yoldaşlarıma, onlara belə canım qurbandır. 3 ildir bir yerdə yaxşını pisdən, pisi yaxşını yəqin ki ayırmışıq. Yəqin ki aramızda olan hamısı yaxşı olanlardır, bir-birimizin hər zaman biləcəyik. Allah'ın köməkliyi ilə Tarmağa 5-10 günümüz alıb. Xahiş edirəm, diqqətlə qulaq asın orada. O ki qaldı Ali Hərbi Birləşmiş Komandirlər Məktəbində. Allah'ın köməyi ilə bir dənə arzum odur ki, orada belə mehriban, belə şən, bir-birimizi heç vaxt unutmayaq. Həmişə bir yerdə olaq, bir yumruq kimi. Amin.
öz valideynlərimizi, onların simasında tağım komandiri Zahir müəllimi və tavır komandirim Emin müəllimi, Nizam müəllimə, hamısına uzun ömür, can sağlığı, həyatda xoşbəxtlik arzulayıram. Bunların simasında öz tağım yoldaşlarıma uzun ömür, can sağlığı arzu edirəm ki, 28 nəfər 28-imiz də Ali Hərbi məktəbə daxil olaq və ağılla, başla hərbi məktəbi qutarıb bir zabit kimi Azərbaycan Respublikasının silahlı qüvvələrinə xidmət edək. Çox sağ olun. Sağ ol. Nəysə, Zahir müəllimə əsas təbrik edirəm ki, bu uşaqları bu günə gətirib çatdırıb. Nizam müəllimə bizim komandir rotamız olub. Fuad müəllimi də təbrik edirəm, Fuad Allah verdiyi, o da bizim komandir rotamız olub. Allah Allah'ın canı sağ eləsin. Əsas müəllim burada Zahir müəllim olub. Zahir müəllim çünki bu tağımın əsas qeydinə qalan insanlardan biri olub. Allah ondan sağ eləsin. Allah onun gölgəsini bu uşaqların içində əksik eləsin. Allah sizin ömrünüzü uzun eləsin. Azər müəllim, hansı hava ilə bizim məclisi tərk eləyə bilər? Onu da yerlərə bu gəlsin gəlmişəm. Gələ burada. Hayır, şey söyledim mən. Gəlmiş, böyüklərimizi xoş gəlmişsiniz deyirik sizə. Çox sağ olun, çox sağ olun. İkincisi isə biz bu gün son zəngdir. Allahın köməkliyinə biz bu son zəngi Ali Hərbi Məktəbdə qeyd eləyəcək, oranın 4-cü kursunda.
Amin. Aziz kursantlar, sizi bu son zam münasebetiyle tebrik ederim. Size can sağlığı, uzun ömür ve gelecekte hoşbəxtlik arzulayırım. Sağ olun.
Zaur müəllimə təzədən təşəkkür etmək istəyirəm ki, bu gün bizim son zəngimizdir. Uşaqların hamısına uğurlu həyat yolu diləyirəm. Deyirəm ki, inşallah Ali məktəbin 4-cü kursunda təzədən bir yerdə görüşək. Mən sözüm bu qədər. İstəyirəm ki, musikantlar məclisində hop-stop salsın. Sizə çox sağ ol deyirəm. Valideynlərin gəlişlərinə xoş gəldin deyirəm. Əsasən Emin müəllim, Nizam müəllimə xoş gəldin deyirəm. Onlara təşəkkür bildirirəm ki, onlar bizim tədbirdə iştirak edirlər. Öz qardaşlarıma arz edirəm ki, burada oturanlar bir iki nəfər çıxmaq şərtilə, yəni ki, həqiqətən də bizi indi ayrılırlar, amma gəlmə bizlə də. Onlardan başqa hamıya arz edirəm ki, ali məktəbə qəbul olun və orada ali məktəbin son zəncir belə bir məclisdə keçməyə arz edirəm. Çox sağ olun. Birinci növbədə öz kursant yoldaşlarıma Allah can sağlığı və ali məktəbə qalmamı arzu edirəm. İkinci növbədə valideynlərin bura gəlməyinə çox şadam. Komandirlərimizin, Nizami müəllimim, Mayor Emin müəllimin gəlməsinə çox şadam. Və bizim bu muzikant qardaşlarımıza Allah canı sağ eləsin. Yəni ki, özüm muzika aləmi görmüşəm, nə əziyyət çəkdiyini görmüşəm. Ona görə də Allah hamısını canı sağ eləsin. Başımızın üstündən Allah eksik eləməsin. O gün olsun ki, bütün kursant yoldaşlarımızın toyunu bu Bakı restoranında keçirək. Mənim ürək sözlərim budur. Sağ olun, çox sağ olun.
kursantlar, əziz valideynlər, əziz komandirlər, mən bu gün üzümü döndərmək istəyirəm bizim valideynlərimiz tərəfə. Burada oturan uşaqların atası, anası, bacısı, qardaşı, mən hamınızı dərin minnətdarlığımı bildirmək istəyirəm ki, siz belə oğullar böyütmüsünüz və başa çatdırmışsınız. Hamınıza bu şəxsiyyət adından sağ ol deyirəm. Həmçinin komandirlərimə, Akif müəllimə, Zahar müəllimə, Em müəllimə və bütün burada oturan valideynlərə və evdə baxan valideynlərə hamınıza sağ ol deyirəm. Sağ ol. Əziz qardaşlar, hamınızı salamlayıram. Hamınıza çox sağ ol demək istəyirəm. Şəkillər göndərdiniz, əl-ələ verdik və belə bir videonu ortaya çıxartdıq. Ələxsus Məmmədov Turalı qeyd eləmək istəyirəm. Əziyyət çəkdi. Getdi videonu rayondan gətirdi. Mən o videonu çoxdandan axtarırdım. Hamıya deyirəm, mən Natiqdən onu bir 10 il xahiş eləmişəm. Çox sağ ol, ərsəyə gətirdin, çıxartdın. Məmmədov Tural, açığını deyim, sizdən xahiş eləmək istəyirdim. Mənə hərəniz bir video göndərəsiniz. Kursantlıqda baş verən hekayələrdən kədərli və yaxud sevincli dəxlis etməz. Bunu da özümüzdə saxlayardıq ki, gələcəkdə 10 ildən, 15 ildən sonra adam özünə baxanda sevinsin, necə ki, indi biz özümüzə rəqs elədiyimiz yerdə baxdıq. Qardaşlar, əgər ortalama insana 75-80 il verilirsə, biz həyatın, bizə Allah tərəfdən verilən həyatın yarısını yaşamışıq. Yerdə qalan hissəni də çalışaq, səmərəli keçirək. Da artıq biz heç kim heç nə sübut eləməməliyik. Çünki hamı iş qurdu, ailə başçısı oldu, karyerasını qurdu. İndi artıq bəzilərimiz
təqaüdə çıxmışıq. Bundan o tərəfə boş vaxtımız daha çoxdur. Yenidən hamınıza çox sağ ol deyirəm və uğurlar arzu edirəm hamınıza. Hələlik.